Birinci irad nə idi? Birinci irad bu idi ki, Qur'anın mənasını başa düşmədiyiniz halda niyə oxuyursunuz? Yəni bir halda ki, onun mənasını dərk eləmişsiniz, onu başa düşmürsünüz, yəni onu öyrənib, açıb ərəbcə oxumağın bir mənası yoxdur. Elə bu irada Qur'anın özündən cavab verərik. Yəni Peyğəmbərdən, Əhl-i Beytdən nəql olunan hədislə yox, ancaq Qur'anın özündən 2 ayə ilə bu məsələyə aydınlıq gətirərik. Bilirik ki, oxumaq feili nəyisə üzündən oxumaq və ya bir kitab oxumaq, jurnal oxumaq, qəzeti oxumaq, yəni bir insan əlinə bir kitab alıb oxuyursa, biz nə deyirik? Deyirik, o filan kəs kitabı oxudu. Ki, əlindədir, zahiri hərflərdən ibarət təşkil olunmuş kitabdır, onu oxuyur. Ərəb dilində bunu oxumaq feili qərəə feili ilə ifadə olunur. Yəni qərəə o oxudu. Məsələn, qərəəl kitabə o kitabı oxudu. Yəni üzündən açdı, kitabı vərəqlədi, oxudu. Qurani-Kərimdə Allah Əraf surəsinin 204-cü ayəsində Qur'an oxumaq haqqında həmin bu qərəə feilindən istifadə edərək belə buyurur. Allah buyurur ki: "Və izə quri'əl Qur'anu" Qur'an oxunduğu zaman. Baxın əzizlər, deyir Qur'an oxunduğu zaman. Yəni bir insan əlini açıb Qur'anı oxuyursa, buna nə deyilir? Yəni o Qur'an oxuyur. Yəni Qur'an oxunduğu zaman fəstəmi'ullah, ona qulaq asın. Və ansitu ləalləkum turham. Yəni ona qulaq asın, sakit olun, dinləyin. Ümid var ki, sizə rəhm olunsun. Bu bir ayə. Qur'an oxumaq feilini, yəni qərəə feilindən ibarət olan Qur'an oxumaq anlayışı. Yəni Qur'anı üzündən oxumağın mənası yoxdur deyənlərə iradlara olan cavablardan biri ki, Allah buyurur, Qur'an oxunan zaman başqa bir ayədə Allah buyurur, burada Nəhl surəsi 98-ci ayədə birbaşa Peyğəmbərə xitab edir. Deyir ki, فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ Ya Muhammed sallallahu aleyhi və alihi və səlləm, Qur'an oxuduğun zaman rəcim olan şeytandan Allaha sığın, Allaha pənah apar. Burada da yenə də biz Qur'an oxumaq feilin məhfumuna baxanda, burada da eyni zamanda qaraə feilindən istifadə olunur. Yəni Qur'anı oxuduğun zaman Allaha sığın. Nədən? Qovulmuş şeytandan. Burada da biz görürük ki, bu iki ayədə Qur'an oxumaq məfhumunu bizə çatdıran hansı feildə qaraə və dedik ki, qaraə feili də ərəb dilində bir şey üzündən oxumağa deyərlər.